Salam, bugün sınaq üçün izahına baxacağıq. Mövzu demək modelləşdirmədir. Başlayaq birinci sualımızdan. Demək, sualımız belədir. Qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edək. Demək, A-dan baxırıq hara yol var. A-dan elə özünə yol var. Burada bir ilgək var. A-dan B-yə yol var. Demək, D-yə yol var. C-yə yol var. Sonra baxırıq ki, B-dən A-ya yol var. Bu heç bunu A-dan B-yə ilə B-dən A-ya deməkdir. Sonra B-dən C-yə yol var. Eyni ilə C-dən A-ya yol var. C-dən C-yə yol var. Burada da bir ilgək var. C-dən D-yə yol var və C-dən B-yə yol var. D-dən A-ya yol var, D-dən demək C-yə yol var. Baxsaq neçə til olmuş oldu? İlgəklər özləri də təbii ki tildir. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə til olmuş oldu. Birinci sualımızın cavabı olacaq B variantı. İkinci sualımıza baxaq. Deyir ki, A təpəsindən G təpəsinə, Y təpəsindən keçməklə gedən müxtəlif yolların sayını müəyyən edin. Əgər bizə Y təpəsindən keçməklə deyirsə, demək Y-dən keçməyənləri nəzərə almayacaq. Birinci, bunun üçün aydın olsun deyə Y təpəsindən keçənlər, Y-yə daxil olan yolları və Y-dən çıxan yolları qeyd edəcəm. Demək, 2 dənə yol daxil oldu, 3 dənə də yol çıxmış oldu. Düzdürmü? Yəni, daha doğrusu 2 til daxil oldu, 3 til də çıxmış oldu. İndi Y-dən baxıram ki, Y təpəsindən keçməklə deyirsə, keçməyənlər hansıdır? Əgər bunları xəttləyəndən sonra tam aydın görmək olur ki, bax bu yol və yəni C-dən D-yə gedən yol və B-dən G-yə gedən yol bu Y təpəsindən keçmiş olmayacaq. Əgər bu aydındırsa, bunları görmək üçün sadəcə çəkmişdim. Bunları silək buradan. Yəni, həqiqətən baxsaq, baxırıq ki, A-dan C-yə, C-dən D-yə, D-dən G-yə gedəcək, Y-dən keçməyəcək. Eyni ilə A-dan B-yə, B-dən G-yə getmiş olacaq və Y-dən keçməyəcək. İndi A-dan çıxan yolları, yəni 1 yazmış olacaq, 3 yol çıxdı. Sonra B-yə daxil oldu bir yol çıxmış oldu. 1 ilə 1-i topladıq, 2 yol çıxmış oldu. Y-yə daxil oldu 2, 1, 3 yol bura çıxır, 3 yol bura çıxır. Demək, 3 yol da bura çıxmış oldu. D-yə daxil oldu 3 yol buradan çıxmış oldu, 3 yol da buradan çıxmış oldu. 3 ilə 3-ü toplayanda 6 yol, demək 6 yolda çıxmış oldu. Demək 6 üstə gəlsin 3, üstə gəlsin 3, 12 yol olmuş olacaq. Demək, ikinci sualımızın cavabı olduğu B variantı. Sonra üçüncü sualımıza baxaq. Demək, üçüncü sualımızı buradan yazaq. Hayır, olmuyor. Demək, deyir ki, 1, 3 və 5 rəqəmlərindən təşkil olunmuş bütün 3 rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını müəyyən edir. Ədədlər daxilində 1 və 3 rəqəmləri təkrarlanmır. Adətən belə bir məsələləri hansı bir rəqəm deyil, burada amma 2 rəqəm dediyinə görə nisbətən mürəkkəbləşir, amma o qədər də yəni mürəkkəb deyil. Birinci ağac modelindən yazacağım, sonra kvadratlar üsulundan qeyd edəcəm. Demək, birinci onu da nəzərə almaq lazımdır ki, 1, 3 rəqəmləri təkrarlanmır deyəndə, yəni bunların heç olmayan, yəni heç istifadə edilməyən vəziyyətində nəzərə almalıyıq. Nə demək istəyirəm? Yəni 555 kimi. Məsəl üçün 555-də 1 və 3 təkrarlanmır. Ümumiyyətlə yox olan, istifadə olunmayan vəziyyətində də, yəni olmayan ədədin içərisində 1, 3 yoxdursa, yəni o vəziyyətdə mütləq nəzərə almalıyıq. İndi birinci ağac modelini yazaq. Demək, yazaq. 1-dən demək, hara gedəcək? 3, demək, 5 yaza bilərik. 3-dən bura 5 yazacaq. 5-dən yenidən nə yazmaq olar? 3 yazmaq olar. Bir də yenidən 5 yazmaq olar. Sonra 3-dən demək, 5 yazmaq olar bura. Yenidən 1 yazmaq olar. Yenidən bura 1 yazmaq olar. Burada 5 yazmaq olar. Burada yenidən 5 yazmaq olar. Sonra, indi 5-i yazaq. 5-dən 1 yazmaq olar. 3 yazmaq olar. Yenidən 5 yazmaq olar. Burada da demək 3, 5 olacaq. Burada demək 5, 3, 1 yenidən yaza bilərik. Buradan yenidən 5 yaza bilərik. Sonra 5-də 5-i də yaza bilərəm, yəni 1-i də yaza bilərəm, 3-ü də yaza bilərəm. Düzdürmü? Yəni, baxsaq 135, 153, 155 həqiqətən 1 və 3 rəqəmləri təkrarlanmır. Saysaq neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bu ağac modelinə. Yəni, burada alınan 135 alındı, sonra 1-2-sin yazaq, 153 alındı. Həqiqətən baxsaq, görürük ki, təkrarlanmır. 1 və 3 rəqəmləri təkrarlanmayan, sonra yenidən 155,
Yenidən buradan 351, yenidən demək 355. Bunu yenidən yazsaq 315, da yazmışkən sona qədər yazaq. 513, sonra 515, sonra 531, 535 buradan yazdık. Sonra 555, görürsünüz, bax dediyim vəziyyət heç biri yoxdur. 551, 553, demək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 dənə belə ədədimiz qaldı, 3 rəqəm. Bu ağac modeli iləndir. İndi bunu siləcəm buradan. Yenidən kvadrat üsulundan necə yazmaq olar? Əslində biz baxdıq ki, heç olmayan vəziyyət var, ya 1-in olduğu vəziyyət var, ya 3-ün olduğu vəziyyət var, ya da ki, elə hər ikisinin olduğu vəziyyətdə demək, ədədlər var. İndi kvadrat üsulu ilə yazanda baxıram ki, deyir ki, 1 və 3 nə olsun, təkrarlanmasın, düzdürmü? 555 demişdik, düzdürmü? İndi bax, hər rəqəm yerinə kvadrat çəkəcəm və vəziyyətləri nəzərə alacaq. Vəziyyətlər nədir? Heç birinin olmadığı vəziyyət. Birinci vəziyyət. Baxın, heç birinin olmadığı vəziyyət. Qısa yazacağım, olmadığı vəziyyət. İkinci vəziyyət nədir? 1-in olduğu. 3-ün olmadığı vəziyyət. Olmadığı. Üçüncü vəziyyət nədir? 3-ün olduğu. 1-in olmadığı vəziyyət. Olmadığı və dördüncü vəziyyət nədir? 1 və 3-ün hər ikisinin olduğu vəziyyət. Hər ikisinin olduğu vəziyyət. Bax, buna uyğun kvadratlar üsulundan yazacağım. Heç birinin olmadığı vəziyyət nədir? Yəni, mən bu 3 rəqəm yerinə nə yaza bilərəm? Yalnız 5 yaza bilərəm. Burada da 5 yaza bilərəm. Burada da 5 yaza bilərəm. Burada da 5 yaza bilərəm. Yəni, ədəd yerində, yəni rəqəmləri yerində bir dənə seçimi var, o da 5-dir. Bunları bir-birinə vursaq, bir dənə vəziyyətin biri bu. Gördünüzmü? Aldıq, biri 1-ə vurduq, onda 1-ə. Oldu bir vəziyyət və bunu yazdım hal-hazırda və qarşısına plus yazacağım. Yəni, bir dənə vəziyyətin biri bu. Buradan da yazıram, bir vəziyyət. Sonra, gələk növbətini yazaq. Yenidən bir dənə kvadrat çəkəcəm. Deyirəm ki, 1-in olduğu 3-ün olmadığı vəziyyət. Yəni, 1-in olub 3-ün olmadığı vəziyyət. 3 orada olmayacaq. Məsəl üçün, 155 kimi. 1 var, 3 yoxdur. Baxıram ki, 1-in olduğu, 3-ün olmadığı vəziyyətlər harada ola bilər? İndi mən bunu bir dənə də 3-dən çəkəcəm. Çünki bu mərtəbələrə görə dəyişəcək də, düzdürmü? Bax, 1-in olduğu, 1 harda ola bilər? Deyirəm ki, ümumiyyətcə 3 olmasın. Yəni, burada 1-in olduğu, 3-ün olmadığı ya 1 ya 5 istifadə edəcəm də, düzdürmü? Bax, bu nədir? Yüzlüklər mərtəbəsində yazacağım, sonra onluqlar mərtəbəsində yazacağım, bir də təkliklər mərtəbəsində. Yəni, bura niyə 1 yazdım, onu da qeyd edim. Yəni, bax, yüzlüklər mərtəbəsində 1-i yaza bilərəm, sonra onluqlar mərtəbəsində 1-i yaza bilərəm, bir də təkliklər mərtəbəsində 1-i yaza bilərəm. Sonra nəyi yazacağım? Bax, burada 3 dənə vəziyyətimiz yaranır. Deyək ki, birinci vəziyyətdə mən 1 yazmışam. Düzdürmü? 1-in olduğu, 3-ün olmadığı. Baxın, qarşısında da yazmışam 1, 5. Mən əgər 1-i işlətmişəmsə yüzlük mərtəbəsində, digər 2 mərtəbəyə nə düşəcək? Əgər 3-ü də istifadə edə bilmirəmsə, demək 5 düşəcəklər, düzdürmü? Bura nə yazacağım? 1 dənə seçimim var. Burada da bir dənə seçimim var. İndi bu yəni yerləri dəyişmiş olacaq. Bu dəfə deyək ki, mən demək, yüzlüklər yox, onluqlar mərtəbəsində 1-i istifadə etmişəmsə, bu iki rəqəm yerinə nə yaza bilərəm? 3 də iştirak edə bilmirsə, demək, ancaq nə yaza bilərəm? Yenə də 5-i yazıram. Burada da bir vəziyyət. 1-i 1-ə vurduq 1, burada da 1-i 1-ə vurduq 1. Yenidən bunu təkliklər mərtəbəsinə yazmışamsa 1-i, yenə bu 2 dənə rəqəm yerinə nə yazıram? 3-ü də yenidən qeyd edirəm. İstifadə edə bilmirəmsə, demək, bir dənə nə yaza bilərəm? 5-i yaza bilərəm. Yenə də bir dənə seçimim var. Bunları da bir-birinə vurmuş oldum. Nə oldu? Burada da cəmi toplasaq, 1 üstə gəlsin 1, üstə gəlsin 1. 3 dənə də vəziyyət burada alınmış oldu mu? Onu da buraya yazaq. İndi yenidən. Baxın, eyni vəziyyət burada da alınacaq. Yəni, 3 vəziyyət. İndi də deyirəm ki, gəldim və bunu da plusladıq, bu vəziyyətə də baxdıq. Yenidən gəlirəm 3-ün olduğu, 1-in olmadığı vəziyyətlərə. 3-ün olduğu, 1-in olmadığı vəziyyətlər üçün yenidən bir də çəkəcəm bunu. Tam aydın olsun deyəm. Baxın, indi burada biraz öncə dedim ki, 1-in 5. İndi deyirəm 3-ün olduğu, 1-in olmadığı vəziyyət. Burada da harada olacaq? 3, 5. Yəni, 1-i artıq istifadə edə bilməyəcəm. O zaman yenə də 3 dənə çəkəcəm bu kvadratlardan. Bu rəqəmləri bildirir. Sadəcə formal olaraq çəkirəm, yəni. Deyirəm ki,
yenə bunu yüzlük mərtəbəsində 3-ü istifadə edə bilərəm. Onluq mərtəbəsində, bir də təklik mərtəbəsində istifadə edirəm. Düzdürmü? İndi deyirəm ki, mən əgər 3-5-dən istifadə edə bilirəmsə, bura nə yazacağım? Yəni 3-ü yazıramsa, digər rəqəmlərə nə düşəcək? Əgər 1 yoxdursa, 5 düşəcək. Yenə burada da bir vəziyyət, burada da bir vəziyyət. Düzdürmü? Oldu 1. İndi burada 3-ü yazmışamsa, digər rəqəmlər yenə də 3-ü, demək, 1 istifadə edə bilmirəmsə, nə yaza bilərəm? Bir də 5-i yaza bilərəm. Burada da yenə bir vəziyyət, burada da yenə bir vəziyyət. Düzdürmü? Yəni 3-ü bura yazıramsa 1, 1, 1. Yəni 3-ü bura yazdım, bura nə yaza bilərəm? Bir dənə 5-i yaza bilərəm, bir vəziyyət var. Burada da yenə də 5-i yaza bilirəm, bir vəziyyət var. Bunlar da bir-birinə vuranda oldu 1. İndi növbəti, bura 3-ü yazıramsa bir dənə vəziyyət var. Digər 5-lərdə də nə yazacağım? Bir dənə vəziyyət, bir dənə də vəziyyət burada. Bunlar da bir-birinə vuranda oldu 1. Yenə bunları toplayanda 1 üstə gəlsin, 1 üstə gəlsin, 1. 3 vəziyyətdə burada oldu. Düzdürmü? Bunu da buraya yazdım. İndi baxın, biz dedik ki, 1-in olmadığı 3-ün olduğu və yaxud da 3-ün olduğu 1-in olmadığı vəziyyətlər. Bunu da yaz, düzdürmü? İndi deyirəm ki, hər ikisini, yəni 1-də istifadə olunsun, 3-də istifadə olunsun. Yəni hər ikisi olan vəziyyət, onsuz da 5 istifadə olunur, düzdürmü? İndi bunun üçün çəkəcəyim vəziyyətləri. Əgər mən hər ikisi, məsələn 134 kimi, düzdürmü? Və yaxud da ki 150, demək 3 kimi, düzdürmü? Belə istifadə edilir. 34 nə edirsə? 5. 5 yazacağım. 135 kimi, düzdürmü? Və yaxud da ki 153. Görürsünüz, hər ikisi istifadə olunub. Hər ikisi istifadə olunub və təkrarlanmayıb. Bax, bu vəziyyətə baxıram. İndi baxıram ki, yaxşı. Əgər 1-3-ü istifadə edə bilirəmsə, birinci yüzlük mərtəbəsində 1-i də yaza bilərəm, 3-ü də yaza bilərəm. Düzdürmü? Yəni, bu dəfə mənim neçə dənə seçimim var? Artıq ikisini də istifadə olunan vəziyyətə baxıram. Yəni, 1 də olmalıdır həmin ədədlər içərisində, 3 də olmalıdır rəqəm olaraq. İndi o zaman mənim 2 dənə seçim var. Ya bura 1 yazacağım, ya 3. Deyək ki, 1 yazdım. Məsəl üçün, yazacağımı yuxarıda yazıram. Bu seçimlərimdir. Yəni, 2 dənə seçimimi kvadratın içərisində yazdım. Yaxşı, əgər mən 1-i yazmışamsa, 3-ü harda yazacağım? Ya burada yazacağım, ya burada yazacağım. Düzdürmü? Mütləq ikisinin də olan vəziyyətinə baxaraq axı. Olmayan vəziyyətlərini dedik. Biri olsun, biri olmasın. Hər ikisinə baxdıq. Bu 4-cü vəziyyətdə 1-də olmalıdır, 3-də. Demək, mən əgər 1-i yazıramsa, 3-ü ya bura yazacağım, ya bura yazacağım. Əgər 3-ü də yazsam, digər deyək ki, bura 3-ü yazıramsa, bura 5-i yazmalıyam, düzdürmü? Əgər 1-i yazmışamsa, bura 3-ü yazmalıyım, bura 5-i yazmalıyım. Ya da fərqi yoxdur, yerlərini dəyişəndə nə fərqi var ki? Deyək ki, bu dəfə 3-ü bura yazmışamsa, 5-i bura yazacağım, düzdürmü? Hər ikisində neçə dənə seçim olacaq? Yenə də bir dənə seçim olacaq, düzdürmü? Burada 1 yazıram, burada 1 yazıram. 2 vəziyyət burada. Bu dəfə deyək ki, bu 1-3-ü hansı mərtəbədə istifadə ediləm? Onluq mərtəbəsində 1, 3. Burada da yenə 2 dənə seçimim olacaqmı? Deyək ki, məsəl üçün 3-ü bu dəfə yazdım. 3-ü bura yazıramsa, ya 1-i bura yazacağım, ya bura yazacağım. 1-i bura yazmışamsa, 5-i bura yazacağım. 5-i bura yazmışamsa, 1-i bura yazacağım. Düzdürmü? Yenə də bir dənə seçim hər birində olmuş olur. Burada da 1 vurulsun 2, vurulsun 2. 2 oldu mu? Burada da 2 vurulsun 1. Sonra, indi deyirəm ki, təklik mərtəbəsinə yazsam. Ya 1-i yazıram, ya 3-ü yazıramsa, burada da neçə seçim var? 2 seçim var. Deyək ki, yenə 3-ü yazmışamsa, 1-i bura yazacağım və yaxud da fərqi yoxdur. 1-i yazmışamsa, 3-ü bunlardan birinə yazacağım. Digərinə də nəyi yazmalıyam? 5-i yazmalıyam. Çünki 1, 3 təkrarlanmamalıdır. O zaman da bir dənə seçimim olacaq. Bunlar da bir-birinə vuranda neçə oldu? 2 olmuş oldu. Demək, bunlar da cəmləsək, 2 üstə gəlsin, 2 üstə gəlsin, 2 neçə vəziyyət oldu? 6 vəziyyət olmuş oldu. Ümumi vəziyyətlərin sayına baxın. O zaman yaza bilərik. 1 üstə gəlsin, 3 üstə gəlsin, 3 üstə gəlsin, 6. 6 buradan, 6 buradan, 12, bir də 13. Belə sonunda yaza bilərsiniz. Bu da 3-cü sualımızın izahı. 4-cü sualımıza baxaq. 4-də nə deyir? Deyir ki, demək, bunu belə götürək. Tamamsını götürək. Şimdi baxaq. Deyir ki, verilmiş, demək, verilmiş qraf modelinin qonşuluq siyahısını müəyyən edin. Baxıram ki, A-dan hara yol var? A-dan B-yə yol var, Y-yə yol var, sonra C-yə yol var. Bu hamısında eynidir. Sonra B-dən Y-yə yol var. Demək, Y-yə yol var, sonra D-yə yol var, C-yə var, A-ya var. Demək, ACD bu, buradan avtomatik çıxmış oldu. Demək, buna baxsaq, bunlar hələ ki burada qalır, hamısı da var. Sonra Y-yə baxsaq, Y-dən 4 dənə yol var. Bu üzərinə.
Y-yə baxsaq B-yə var, A-ya var, D-yə var, F-ə var. Demək 4 dənə yol var. Y-si 4 dənə olmayanlar hansılardır? Buradan bu çıxmış oldu. Buradan da avtomatik bu da çıxmış oldu. Bu da buradan avtomatik çıxmış oldu. Qaldı A variantı. Niyə? Çünki Y-dən bir dənə yol B-yə gedir, bir dənəsi A-ya gedir. Bir dənəsi D-yə gedir, bir dənəsi də F-ə gedir. Y-dən də 4 dənə olanlar bunlar idi. Bu onsuz da çıxmışdı 3 dənə olduğuna görə. Burada Y-dən 3 yazıb, burada da 3 yazıb. Bunlar avtomatik çıxdı. Burada da 3 yazıb. Ona görə də bir dənə qalır 4-də A variantı. Sonra indi buna uyğunlaşdırmalıyıq. Bu belə çəkək. Demək. Burada bizdə nə? Deyir ki, yenə də verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Baxıram ki, A-dan B-yə yol var, bir də D-yə yol var. Baxsaq, A-dan B-yə, D-yə buradadır. A-dan B-yə, D-yə, A-dan B-yə var, D-yə var buradadır. A'dan buradan B'ye var, F'e var, bu çıxmış oldu. A'dan B'ye var, F'e var. Bu iki variant birbaşa buradan çıxmış oldu. Çünki bir dənə B'ye, bir də D'ye yol var. Sonra B'dən baxırıq ki, 4 dənə yol var. B'dən burada neçə yol yazıb? 1, 2, 3. Bu da avtomatik buradan çıxdı. Çünki 1, 2, 3, 4. 1 yazılanlar, yəni 4 dənə yol var. Bu da buradan çıxdı. Qaldı bir dənə A, bir dənə B. Düzdürmü? Və sonra baxaq burada B'dən indi hara yol var idi? A'ya yol var idi, C'ye yol var idi. Sonra D'ye yol vardı, F'e var. Burada B'dən A'ya, D'ye, demək C'ye, F'e. Bu da doğrudur. Demək bircə dəqiqə A'dan buradan Y'ye var. Yox. Sonra C'dən baxırıq ki, B'ye yol var. Eyni ilə hara yol var? Y'ye yol var. Buradan da C'dən D'yə yazdığına görə bu da avtomatik çıxdı. Demək bir dənə qalır A variantı. A variantı doğru olmuş olacaq. Sonra növbəti bu suala baxaq. 6-cı sualımıza. Altıncı sualımızda deyir ki, A, B, C, D, E təpələrindən ibarət qraf verilib. Bu qrafın çəki matrisində təpələr 1, 2, 3, 4, 5, 6 rəqəmləri ilə işarələnmişdir. Qrafdakı hansı təpənin hansı rəqəmlə ifadə olunduğu öncədən məlum deyil. Bunu təyin edərək A təpəsindən Y təpəsinə ən qısa yolun uzunluğunu müəyyən edin. Birinci biz gərək ki, A təpəsindən Y təpəsinə gedən yolu müəyyən edək. Ümumiyyətcə A-nın yeni daha doğrusu müəyyən edək. Sonra qısa yolunu tapar. Bunu da əlverişli üsulla yazmaq üçün baxıram ki, A-dan neçə yol çıxıb? 4 yol. F-dən 1 yol, C-dən yenə 4 yol, D-dən 3 yol, B-dən 2 yol, Y-dən də 2 yol. Düzdürmü? İndi ən əlverişli yol 1 yolla gedərik də. Çünki 1 yolu tapandan sonra baxıram ki, 2 dənə 4 yol var. Bir dənəsi C ilə əlaqəlidir. Biri tapan kimi avtomatik C-ni də tapmış olacaq. Baxaq buradan 3 yol. 3 yolda bir dənə də demək elə bu D variantı deyil. Daha doğrusu bu bir D-ni ifadə edəcək. Bunu yazdık burada. Çünki 3 yol çıxan bir dənə D-dir. Sonra burada 2 yoldur, bunlara baxmırıq. Burada bir dənə yola baxıram. Bir dənə yol baxıram ki, 4-dən çıxıbdır, düzdürmü? Demək bu 4 neymiş? F imiş. Bunu ifadə elədim. Burada yazdım F-i. Buradan da daha doğrusu necə deyək? 4-dən hara gedib də? Hə, 4. Burada da demək oldu F. Düzdürmü? Bir dənə yol. Bir dənə yolumuz demək 20 çıxıbdır, düzdür, yollar arasında. Bu da nə ilə əlaqəlidir? Baxıram ki, hara gedibdir? 4-dən 5-ə gedibdir, düzdürmü? Demək 5, F-in də bir dənə əlaqəsi olduğu təpə nədir? C-dir də, düzdürmü? Demək C də burada neymiş? 5 imiş. Bunu da buradan ifadə elədik, bunu da buradan. Yəni, rahat bir üsulla burada tapmaq olur ki, bir dənə, yəni F-in bir dənə yolla əlaqəsi, bir təpə ilə daha doğrusu əlaqəsi var. O da C təpəsidir. C təpəsi də burada baxıram ki, 4-lə nə kəsişibdir? 5 demək, 5 avtomatik C olmuş olacaq. Əgər 5 C olmuş olacaqsa, digər 4 yol, 2 dənə 4 yol var da, demək, bu da A olmuş olacaq. Artıq A-nı buradan tapdıq. Bu da A olmuş oldu buradan. İndi baxırıq ki, 2 dənə yol bir dənə B-dən çıxıbdır, biri də Y-dən çıxıbdır. 2 dənə yolların, baxın, birinə burada A yazılıb, birinə də C yazılıbdır. Hansı təpələrdir? Baxın, 25, 12 yazılan 2. Çünki Y-nin biri gedir hara? A-ya gedir, biri də C-yə. A-nın və C-nin aşağısında olan bir dənə 25 burada, 2 dənə yol çıxan, bir dənə də 12 burada. Avtomatik A ilə C ilə əlaqəsi olan təpə hansıdır? 2 dənə də yol çıxan Y təpəsidir. Demək, buradan 2 də oldu Y. Buradan da 2 oldu Y. Artıq bunu tapmış olduq.
Demek burada A oldu 3, Y də oldu 2. İndi deyir ki, A və Y təpəsindən ən qısa yolu tapın. Baxıram ki, birinci A ilə Y-nin kəsişməsinə 25 durubdur. Düzdürmü? Amma baxaq görək, bundan da qısa yol varmı? Baxaq ki, Y-yə gələn ən qısa yol hardan gəlir? Buradan baxsaq, A ilə Y-nin kəsişməsində 25-dir. Burada da baxsaq, demək, C-dən gəlibdir, düzdürmü? 12'dir. Demek Y'den C'ye bu şekilde yazmış olacağım. 12. 25'i götürebilmem çünkü 25 en büyüktür. Hele ki yoklamalıyım görün birden de yol var. 12 var. Bununla gidebilirik. 12 var. Sonra C'ye baxıram ki C'ye gelen en kısa yol hardan gəlibdir? Baxıram ki D'den gəlibdir. Bunu da burada qeyd elədim. D'den gəlibdir. Değil mi? D'den gəlibdir burada en kısa yol. Bu da 4'tür, düzdürmü? Sonra baxırıq ki, D ilə A ilə da D-ni əlaqələndirən 6 var, düzdürmü? Yazsaq A ilə D 6-dır, D ilə C 4-dür, C ilə də Y 12-dir. 6 üstə gəlsin 4, üstə gəlsin 12. Baxın, buradan tapmış olduq ki, 22 olmuş olacaq. Demək, 25-dən kiçik də 22 var. Bunu da belə tapa bilərik. Bax, bu da olduğu Y variantı. En kısa yol dediğine göre olabilir yine sual olunan ki niye 21? Çünkü aynen y'nin kesişmesi 25 bir başa götürseydik 22'ni görebilmezdik. Buradan da onsuz da y'ye gelen 2 tane yol vardı. Bunu istifade eləmirəmsə demek c'ye. Sonra c'ye baxıram ki en kısa gelen yollar hardandır? D'den gəlir. Bəs aynen d'nin kesişməsindən nə durur? 6 durur. Cevabımız da olur 22. Sonra növbəti suala baxaq. Burada ne deyir? Deyir, qrafda dövrələrin sayını müəyyən edin. Yəni bunları tam açıq yazaq, dövrələri görə bilək. Bizdən demək dövrələrin sayını istəyir. Baxın, bunun üzərindən biraz da qalın götürək. Baxın, baxsaq burada. Baxıram ki, bir dənə A, B, D dövrəsi var. Düzdür? Yaz. A, B, D, A. Yenidən özünə qayıdır. Düzdür? Sonra A, B, D, A. Sonra burada baxırıq bir dənə də üç bucaq var. İndi bunu da burada göstərsək A, D, F. Düzdürmü? İkinci A, D, F, A olmuş olacaq. Sonra bu ümumi, bu çökük dört bucaqlıya bənzər burada bir figurda var. Baxın A, B, D, F, A. Üçüncü A, B, D, F, A. Düzdürmü? Bu da bizim oldu üçüncü dövrəmiz. Sonra burada baxsaq, yenidən biraz rəngin dəyişək. Sonra nə var burada? Baxsaq A, Y, C, demək A, Y, Y, C, C, F, demək F, A. Demək A, A, Y, sonra C, A, Y, Y, C, C, F, F'dən də sonra A'ya gəlir. Bu da dördüncü dövrəmiz. Sonra hansı dövrələrimiz var? Yine şəklin üzərinə gətirim. Üzərində çox işlədik. Beşinci dövrəmizə baxaq. 5 buradan. Demək bunu yazdıq. Buradan A-nı, Y-ni, C-ni, F-i, A-nı yazdıq. Sonra burada baxın bir dənə bax. Y, A, Y, Y, C, C, F, F, D, D, A. Burada da bir dənə belə bir dövrəmiz var. Demək A, A'dan demək Y'yə, Y'dən C'yə, C'dən F'ə, F'dən D'yə, D'dən də A'ya getmiş oldu. Sonra bir dənə də 6-cı dövrəmizdə ümumi bütöv dövrədir. Baxın, ümumini götürəcəyik. Demək, A'dan gələcək B'yə, B'dən D'yə, A'dan B'yə, B'dən D'yə, D'dən F'ə, dedikcə yazacağım. F'ə, F'dən sonra C'yə, C'dən Y'yə, Y'dən də A'ya. Bu şəkildə olmuş olacaq. A, B, D, F, C, Y, A. Bu da bizim oldu 6-cı dövrəmiz. 1, 2, 3, 4, 5, 6. Hər birində bu şəkildə göstərərək qeyd etdik. Sonra 8-ci sualımıza baxaq. 8-də nə deyir? A təpəsindən F təpəsinə, D təpəsindən keçməyə. Biraz öncəki məsələyə oxşardı. Orada Y təpəsindən keçən deyirdi. D təpəsindən keçməyən deyirsə, demək D-yə daxil olan və D-dən çıxan yolları nəzərə almayacağım. D-yə bircə dənə yol daxil olur. 3 dənə də yol çıxır. Biri budur.
biri budur, görürsünüz bir dənə də budur. Bunları nəzərə almayın. İndi başlayaq yazmağa. Demək A'dan bir yol bura çıxmış oldu, bir yol bura çıxmış oldu. B'ye daxil oldu, neçə yol? Demək, bir yol daxil oldu, 3 yolda çıxmış olacaq. Biri burada yazırıq, birini burada, yazdım, 3 dediyimi bura qeyd elədim. Bir yol bura çıxmış olacaq, sonra biri bura çıxmış olacaq, biri də bura çıxmış olacaq. Demək, C'ye daxil oldu, neçə yol? Bir yol, bir yol da bura çıxmış oldu, bir yol da bura çıxmış oldu, düzdürmü? Sonra baxıram ki, C'ye daxil oldu, bir yol da buradan çıxmış oldu. Yeni daxil oldu, 3 yol da buradan çıxmış oldu. Toplasaq 3 üstə gəlsin, 1 üstə gəlsin, 1, 4, 5 olmuş oldu. Bu da olacaq A variantı. Sonra 9-cu sualımıza baxaq. Deyir ki, proqram yalnız 2 vurma və 3 vahid çıxma əməllərini yerinə yetirir. 7 ədədindən 20 ədədini almaq üçün proqram ən az neçə əmr yerinə yetirməlidir? Bunu 2 üsulla yazmaq olar. Ya tərsinə gedərsiniz, əksinə daha doğrusu. Məsəl üçün 2 vurma deyirsə 2 bölmə, 3 vahid çıxmaq deyirsə üzərinə 3 gələ-gələ əksinə gedə bilərsiniz. Nə demək istədiyimi indi buradan qeyd edəcəm. Məsəl üçün necə? 20-ni bölərik, vurma deyirək 2-yə, olar 10, düzdürmü? Sonra 10-u bölərik 2-yə, olar 5. 3 vahid çıxma deyir, düzdürmü? Demək, üzərinə demək 3 vahid gələrəm, olar 8. Yenidən vurma deyir, 8-i bölərik 2-yə, olar 4. Sonra da 4-ün də üzərinə 3 vahid çıxmadı, gəl. Görürsünüz, əksinə deyir. Vurma deyirsə böldüm, çıxma deyirsə üzərinə gəldim. 4-ün də üzərinə 3 gələrəm 7. 20-dən gəldim 7-yə. Neçə addımla? 1, 2, 3, 4, 5. Demək, ən azı 5. Ya belə yazarsınız, ya da elə heç əksinə getməzsiniz, yəni tərs getməzsiniz də, belə deyim. Aşağıdan yuxarıya yox, elə belə. 7-dən 3 çıxarırsınız, olar 4. 4-ü vurarsınız, demək 2-yə, daha doğrusu. Demək, 7-dən 3 çıxarsınız, olar 4, 4-ü vurarıq 2-yə, olar 8. Sonra 8-dən 3 çıxarıq, olar 5, 5-i vurarıq 2-yə, olar 10, 10-u da vurarıq 2-yə, olar 20. Yenə də nə aldım? 7-dən 20-yə gəldim, 1, 2, 3, 4, 5. Demək, ən azı 5 əmr vasitəsini yerinə yetirmək olar. Hər iki yolla da yaza bilərsiniz, fərq etmək. İkisi də yəni doğrudur. Sonra 10-cu sualımıza baxaq. Onda nə deyir? Çəkili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. Hər təpədən ən çox bir dəfə keçmək olar. Əslində belə baxanda çətindir. A-dan gedərik D-yə, düzdürmü? 7-dir burada. D-dən gedərik C-yə, C-dən də gedərik K-ya. Yəni bizə nə lazımdır? A-dan hara getmək? K-ya ən qısa yolla. Məsəl üçün, A-dan getsək D-yə, D-dən B-yə, gör nə qədər getdi? 7, 8, 7. Bizə ən qısa dediyinə görə, ən qısa bu şəkildə getmək olar. A-dan D-yə 7, demək D-dən C-yə 4, C-dən də K-ya 4 olmuş olacaq. Bu da olacaq 15. Oldu C variantı. 10-cu sualımız. Sonra 11-ci sualımızda deyir, çəkili qrafda ən uzun dövrənin ölçüsünü müəyyən edin. Gəlin bunu da götürək burada. Bax, bu tip məsələlərdə bəzən dövrələri görmək o qədər də asan deyil. Yəni, hələ də ən uzun deyirsə. Amma baxıram ki, necə edə bilərik? Burada 18 var, 14 var. Bax, elə bilin ki, bu açılmış məktub şəklindədir. O açılmış məktubdur, amma simmetrik olaraq bunu bu tərəfə köçürəndə nə demək istədiyimi qeyd edəcəm. Sanki açılmış, qapağı açılmış bir məktubdur. Yəni, nə demək istəyirəm? Məsəl üçün, bunu simmetrik olaraq bura köçürsəm, həmin dövrəni daha rahat görə bilərəm. Belə görmək bəlkə də qarışıqdır. Gəlin, bunu köçürək bura. Bax, yeni, simmetrik olaraq gəlirəm, bura köçürəm. Tam doğru çəkməsəm də, yəni tam simmetrik çəkməsəm də, sadəcə belə çəkməyə çalışacağım. Bu Y təpəsi olsun. Y-dən onsuz da D-yə 11-dir. Bu 11-i də buradan siləcəm. Düzdürmü? Sonra buradan da Y-dən də C-yə nə qədərdir? İndi tam ölçü doğru olmasa da burada 5-dir. Buradan da bunu siləcəm və bunu da buradan siləcəm. Baxın, elə bilin ki, tərsinə və əksinə simmetrik olaraq bunu köçürdüm. Və belə bir dövrə alınmış olur. İndi baxıram ki, burada ən uzun dövrə necə gedə bilərəm? Əslində baxsaq, o qədər də çətin deyil. A-dan gedərəm C-yə, düzdürmü? Belə gedək, görə bilək. A-dan gedərəm C-yə. Sonra C-dən gedərəm Y-yə, düzdürmü? Y-dən gedərik D-yə, düzdürmü? Sonra D-dən gedərik B-yə, B-dən də gedərik A-ya.
en uzun dövrü olmuş olacaq. Baxın, harda? Həm bütün 18, 14, 11, 15 hamısından istifadə edə bilirəmsə, demək burada ən uzun dövrü oldu. İndi yazsaq demək yolumuz necə oldu? A-dan getdik C-yə, C-dən getdik Y-yə, Y-dən getdik D-yə, düzdürmü? Y-dən D-yə, D-dən yenidən getdik B-yə, B-dən də yenidən gəldik A-ya. İndi bunların qiymətlərini yazsaq, A-dan C-yə 18, C-dən Y-yə 5, Y-dən D-yə demək Y-dən D-yə haradır? 11, hə, bax bu hissədən. 5-i təkrar götürəcəkdim. 11, demək D-dən B-yə 14, demək D-dən B-yə 14-dür, B-dən də A-ya olmuş olacaq 6. İndi bunları cəmləməliyik. Demək olacaq 18 üstə gəlsin 5, üstə gəlsin 11, üstə gəlsin 14, üstə gəlsin 6. Bu 20, 31, 36, 36-nın da üzərinə 18 gələndə 54 olmuş olacaq. Bu da olacaq A variantı. Sadəcə bunu yazmağımda məqsəd odur ki, bayaq bütün məlumat desəniz ki, səhvdir, yox elə də olar. Amma sadəcə belə daha rahat görmək olur uzun dövrəni, nəinki elə qarışıq bir şəkildə. Sonra burada nə deyir? Demək, 12-ci sualımızda yenə qonşuluq matrisinə görə qonşuluq siyahısını müəyyən edin. Yenə B-dən D-yə, hamısında B-dən D-yə yol var. Digərinə 4 dənə burada yol var. Burada 3 dənədir B-dən. Bunu çıxmış olduq buradan. Sonra C-dən baxsaq, hara var? B-yə var. Demək, C-dən B-yədir, Y-yədir. 2 dənə yol buradan getmiş olacaq. Demək, bunu da buradan çıxmış olacaq. Çünki 2 dənə yol burada baxsaq, burada da 3 dənə qaldı. Sonra D-yə baxsaq, D-də A, B, Y-dir. Demək, 1, 2, 3, 4. Bu da buradan avtomatik çıxmış olacaq. Çünki burada neçə yol olmuş oldu? D-dən 4 dənə yol olmuş oldu burada. Burada da 4 dənə yoldur. Sonra B-də eynidir. İndi Y-yə baxaq. Y-dən A-yadır. Sonra C-yədir. Bir də D-yədir. AC'dir. Burada baxsaq, Y-dən ABC'dir. Bu da burada avtomatik çıxdı. Demək, oldu A variantı. Sonra bu məsələyə baxaq. Deyir ki, A təpəsindən İ təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Demək, A-dan İ-yə gəlməliyik. Amma burada bizə hansısa şərt demir. Elə sadəcə A-dan İ-yə gəlmək lazımdır. Bir yol buradan bir yol. Bir yol daxil oldu, bir yol çıxdı. Buradan da bir yol, buradan da bir yol. Bir yol daxil oldu, buradan bir yol çıxmış oldu. Sonra baxırıq buradan. Bir yol daxil oldu, bir yol bura çıxdı, bir yol bura çıxdı. 3 yol bura çıxmış oldu, 3 yol bura çıxmış oldu, 3 yol bura çıxmış oldu. 3 ilə 1-i topladıq, 4 yol bura çıxmış oldu. 4 ilə 3-ü topladıq, 7 yol bura çıxır, 7 yol da bura çıxır. 7 ilə 3, 10, üzərinə də 1 gəldik, 11 yol. 11 yolda bura çıxdı, 11 üstə gəlsin 7, cəmi 18 yol olmuş olacaq. Sonra 14-cü sualımıza baxaq. Prototip model münasibətlərini əks etdirmir. Robotun məntiqi quruluş sistemi əslində robotda insanın modellərindən biridir. Yəni, maddi modellərindən biridir. Hansı ki, düzdür, müxtəlif robotlar var. Məsələn, humanoid robotlardan söhbət gedir. Yəni, insana bənzər robotlardan. O da insanın bir maddi modelidir. Amma deyir, indi burada prototip rolunda oynayır. İndi bizə deyə bilməliyik ki, digər robot növləri də var. Robot burada olacaq prototip, robotun məntiqi quruluş sistemi, bu olacaq onun informasiya modeli. Yəni, bu olacaq maddi model, bu olacaq onun maddi model deyirəm, daha doğrusu prototip, bu isə onun olacaq informasiya modelidir. Bu olar, bir əks etdirmir. Əks etdirimdə baxırıq. Məktəb bəli, prototip, məktəbin şəkli, o da onun olacaq informasiya modeli. Maddi modeli, informasiya modeli olacaq. Bu da doğrudur. Avtomobilin texniki təlimat kitabçası, bu da prototipdir, informasiya modelidir. Kompüter prosesoru və yaddaş qurğuları, bu hamısı bir yerdədir. Burada hansısa bir prototip model anlayışı yoxdur, bu olmayacaq. Binanın evakuasiya planı, bu da yenə prototipdir, bu da onun informasiya modelidir. Demək, D variantı olmuş olacaq. Riyazi modeldir. Riyazi model nədir? Ümumiyyətcə, belə deyim, düsturlarla verilmiş, yəni riyazi düsturlarla verilmiş modellərdir. Deyir, obyektin ölçülərini dəqiq əks etdirən hər hansı xammaldan hazırlanmış model deyil. Obyektin strukturunu sxematik olaraq dəqiq əks etdirən model. Obyektin parametrini ədədlərlə tam dəqiq əks etdirən cədvəl şəklində model. Ədədlər bizi burada çaşdırmasın deyil.
Obyektin elementləri arasında əlaqəni tənliklər, görürsünüz, tənliklər şəklində ifadə edən model, bəli, bu olmuş olacaq. Obyektin davranışını statistik verilənlərə görə diaqram şəklində göstərən model deyil. Tənliklər şəklində ifadə edən, sırf ancaq tənliklər şəklində ifadə edən bu olacaq riyazi model, doğrudur. Sonra obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə ifadə olunur? Obyektlər arasındakı əlaqə iyerarxik struktura malik olduqda. Bunu hətta verilənlər bazasında verilənlərin modellərində keçirik iyerarxik model. Bu da olmuş olacaq, yəni ağacvari A variantı. Sonra növbəti suala baxaq. Deyir ki, şagird çantasından hərəsindən 3 rəngdə qırmızı, qara, göy olmaqla qələmi, karandaşı və xətkeşi var. Demək, qara, qırmızı, göy rəngdə həm qələmi var, həm karandaşı var, eyni zamanda xətkeşi var. Belə başa düşdüm. Göy olmaqla qələmi, 3 rəngdə qara, qırmızı və göy olmaqla qələmi, karandaşı və xətkeşi var. Şagird bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla neçə üsulla seçə bilər? Bax, burada bir ədəd seçir. Eyni zamanda bax, bu açar sözlərdən biri də fərqli rənglərdən. Həm fərqli rəngdə, həm də bir dənə seçir. Yəni, 3 dənə seçim üçün 3 dənə kvadrat burada çəkirəm. Yəni, formal olaraq deyirəm. Yəni, məsəl üçün, 3 rəngdə var. Yəni, burada da qırmızı, qara, göy var da, düzdürmü? Birincidə nə seçə bilər? Yəni, deyir ki, şagird bu ləvazimatlardan fərqli rənglərdə hərəsindən bir ədəd olmaqla seçə bilər. Demək, birinci seçimdə qara da seçə bilər, qırmızı da seçə bilər, göy də seçə bilər. Yəni, neçə seçim variantı var? 3 dənə seçim variantı var. Burada yəni fərqi yoxdur, qələmdir, karandaşdır, xətkeşdir. Nəyə görə? Deyək ki, məsəl üçün, mahiyyətin başa salmağa çalışacağım. Yəni, deyək ki, məsəl üçün, qırmızı qələm seçdim. Qırmızı qələm, birinci qırmızı qələm seçir. Bu qırmızı qələm seçirsə, digər ikisində fərqi yoxdur. O, məsəl üçün, xətkeş mi seçəcək, karandaş mı seçəcək, amma qırmızı rəngdə seçə bilməyəcək. Artıq bir dənə seçim variantı azaldı, düzdürmü? O zaman 3 dənədən bir dənəsi azalanda digəri qaldı 2. Deyək ki, qara seçdi, artıq qaranı istifadə edir. Çünki fərqli rənglərdir və hərəsindən bir ədəd olduğuna görə. Deyək ki, qara seçdisə, digərində qaranı istifadə edə bilməyəcək. O zaman da burada da 2 vəziyyət qalacaq. Və 2 rəngdən artıq seçilibsə, burada fərqi yoxdur. Qırmızı, göy və yaxud da qara, göy və yaxud da ki, göy, qırmızı, qara fərqi yoxdur. Digərinə bir dənə seçim qaldı. Deyək ki, qara ilə qırmızını seçibsə, bir dənə göyü seçə bilər. O zaman da bir dənə seçim variantı qalır. Bunlar da bir-birinə vuranda 6 olmuş olacaq. Fərqli rənglərdə və hərəsindən bir ədədə diqqət etmək lazımdır. Sonra 18-ci sualımıza baxaq. 18-də nə deyir? Deyir ki, demək, doğru ifadələri müəyyən edin. Bütün ağaçlar qraf hesab olunur, doğrudur. Əlaqəsiz qrafda dövrə ola bilməz. Məsəl üçün, əlaqəsiz qrafda bir dənə də əlaqəsiz qraf qurduq. A, B, C, D, Y, F məsəl üçün. Bir dövrə ola bilməz. Elə A, B, C-nin özü bir dövrədir. Burada da D, Y, F-in əlaqəsiz qrafdır. Yəni, birindən digərinə yolu yoxdur, düzdürmü? O da demək, deyir, dövrə ola bilməz, ola bilər, yanlışdır. Sonra ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər, yanlışdır. Məsəl üçün, bir dənə sadə bir çəkək, bir dənə A yazıram, bura B yazıram, burada C yazıram. Neçə dənə təpə var? 3 dənə təpə var, 2 dənə til var. Deyir, ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər, ola bilməz. Sonra, qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Ola bilər, məsəl üçün, bunu birləşdirin. Burada bir qraf yaratmışdır. 3 dənə təpədir, 3 dənə də tildir. 1, 2, 3, A, B, C. 3 dənə til, 3 dənə də təpə olmuş olur. Bu doğrudur. Demək, burada hansılar oldu? 1 doğru oldu. Demək, sayına bərabər ola bilər. Mən bunu ağacda təpələrin sayı, bunu doğru, yəni yanlış olaraq götürüm, üzərinə xətt çəkək. Əlaqəsiz qrafda dövrə ola bilməsi yanlışdır. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər, yanlışdır. Hələ ki, 1 doğrudur, bir də 4 doğrudur. Demək, sonra ağacda dövrəsiz, ağac dövrəsiz əlaqəli qrafdır. Bəli, ağacda dövrə olmur, bu da doğrudur. Demək, olmuş olacaq 1, 4, 5, B variantı olmuş olacaq. Bu da 18-ci sualımızın cavabı. Sonra, deyir ki, qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edir. İndi biz burada bunu ağacla yazacağım. Daha rahat olacaq. Yəni, bunu belə deyək, çək edə bilərsiniz, fərqi yoxdur.
Məqsəd burada nədir? A-dan Y-yə gələ bilmək. Yəni A təpəsindən Y təpəsinə neçə müddət? A-dan Y-yə gəlməli. Yəni A-dan başlamalıdır, Y-də də nə olmalıdır? Bitməlidir. Məsəl üçün, indi birinci baxıram ki, mərhələ-mərhələ gedirəm. A-dan hara yol var? B-yə yol var. Düzdür? Bir də C-yə yol var. Və bu qolu tam bitirəndən sonra keçəcəm bu qola. Sonra baxıram ki, B-dən hara yol var? B-dən A-ya var. Bu A-nı bir də təkrar yaza bilmərik. Hər təpədən deyil, ən çoxu bir dəfə keçmək olar. Yəni, mən bunu yenidən A-nı bura yaza bilmərəm, 2 dəfə təkrarlanır. O zaman B-dən hara yol var? D-yə yol var. Düzdürmü? Bir də Y-yə yol var. Baxın, yolun artıq biri tapıldı. A, B, Y yolu. Sonra baxıram, D-dən hara yol var? Demək, D-yə baxsaq, bu yolu tamam bitirəcəm. D qolunu çəkmişəm. İndi D-dən baxıram ki, hara yol var? B-yə var, təkrar yaza bilmərəm. C-yə var, buradan. Bir də F-ə var, düzdürmü? Buradan da yaza bilirəm. Sonra indi baxıram, C-dən hara yol var? D-ni yazmışıq, onsuz da D-ni, A-nı yaza bilmərik, başda təkrarlanma baş verə bilər. Çünki A buradan yazılıbdır. C-dən Y-yə yol var. Sonra baxıb görə F-dən də Y-yə yol varmı? F-dən də Y-yə yol var. Baxın, 3 yolu artıq tapmış olduq. A-dan başladı, Y-də bitdi. A-dan başladı, Y-də bitdi. A-dan başladı, Y-də bitdi. Keçdim növbəti. Artıq bu qolu bitirdim, keçirəm C-yə. C-dən baxıram ki, hara yol var? Bir D-yə yol var. C-dən bir dənə də Y-yə yol var. Bir dənə də yolu buradan tapdıq. A, C, Y. Sonra D-dən biraz öncə yazmışdıq. Hara yol var? Demək, D-dən baxıram. B-yə yol var. Yaza bilərəm. Sonra demək, D-dən B-yə yol var. Bunu qeyd elədik. D-dən yenidən hara yol var? B-nin bircə dəqiqə. D-dən F-ə yol var. Düzdürmü? Demək, bunu buradan qeyd eləyək. Baxaq, D-dən demək, B-yə yol var. Doğrudur. D-dən F-ə yol var. Təkrarlanmaya fikir vermək lazımdır ki, təkrarlanmaz. Yəni, təpə təkrarı ola bilməz. Yenidən B-dən Y-yə yol var, F-dən də Y-yə yol. Bu şəkildə, baxın, A-dan başladım, Y-də bitdi. A-dan başladım, Y-də bitdi, Y-də bitdi. Baxın, bu şəkildə neçə dənə olmuş oldu? 1, 2, 3, 4, 5, 6. Bu şəkildə yaza bilərsiniz, 6 olmuş olacaq. Bunu biz ağaçla yazdıq. İndi növbəti suala baxaq. 20-ci sualımıza baxaq. 20-də nə deyir? Deyir ki, çəkim matrisinə əsasən qraf haqqında doğru ifadələri müəyyən edin. Demək, birinci bunu çəkək də, düzdürmü? A-dan hara yol var? Baxıram ki, A-dan bir B-yə yol var. Bir də A-dan D-yə yol var. Düzdürmü? A-dan B-yə, D-yə yol var. Sonra B-dən hara yol var? A-ya, B-dən C-yə yol var. Deyək ki, B-dən buradan da bir C-yə yol çəkdik. Sonra C-yə yol var, bir də D-yə yol var. Bunu da buradan yazıq. B-dən də D-yə yol var. Bunu da qeyd elədik. Sonra hardan yol var? C-dən, demək, B-yə, bu heç bu qeyd olunubdur. C-dən Y-yə yol var. Yeni də, demək, hardan yazaq? Buradan yazaq. C-dən Y-yə yol var. C-dən Y-yə yol var. C-dən sonra demək F-ə yol var. Bir dənə buradan yazaq. F-ə yol var. Sonra D-dən A-ya, B-yə, sonra D-dən F-ə yol var. Bir dənə də F-ə yol çəkdik D-dən. Bunu buradan qeyd elədik. Sonra Y-dən hara yol var? Y-dən B-yə yol var. Bunu buradan qeyd elədik. Və demək, bir də hara yol vardı? C var. Bunu yazmışdıq. F-dən də yenə C-yə və D-yə yol var. Belə bir demək, qrafımız almış oldu. Deyək ki, əlaqəli qrafdır. Bəli, əlaqəli qrafdır. Yəni, bütün təpələrdən yol var. Hansı bir təpə kənarda deyil, əlaqəli qrafdır. Yönləndirilmiş qrafda xeyr, baxırıq simmetrikdir. 12, 12, 3, 3. Yəni, bu yanlışdır. Qrafda Y təpəsi D və F təpələrinə tillə birləşir. Y B ilə C-yə birləşir. Biri bu, biri bu. Bu da yanlışdır. Qrafda yalqız təpə var, heç bir yalqız təpə yoxdur, bu da səhvdir. Qrafda dövrə var, bəli, məsələn, A, B, D dövrəsi, A, D, F, C dövrəsi və ya da B, Y, C dövrəsi, yəni dövrələr çoxdur, bu da doğru. Demək, 1 ilə 5 doğru olmuş olacaq 20-ci sualımızın cavabı. Sonra növbəti sualımıza baxaq, 21-ci sualımıza. Qonşuluq matrisinə uyğun olaraq uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır?
Bunu da çəkək. Demək, A-dan hara yol var? A-dan demək, B-yə yol var. Bir də C-yə yol var. Bunu qeyd elədik. B-dən A-ya, B-dən C-yə yol var. Bunu buradan qeyd elədik. Sonra C-dən A-ya, C-dən B-yə, C-dən D-yə yol var. Deyək ki, C-dən buradan D-yə yol var. D-dən C-yə, D-dən Y-yə, deyək ki, D-dən Y-yə, sonra D-dən F-ə yol var. Bunu da qeyd elədik. Sonra Y-dən D-yə yol var, Y-dən F-ə yol var, Y-dən F-ə yol var. Sonra demək, bunları da qeyd elədik. F-dən D-yə, eyni ilə F-dən Y-yə. İndi deyək ki, əlaqəsiz olması üçün bunlar əlaqəlidir. Gərək ki, bu C-D burada olmasın ki, məsəl üçün silim bunu buradan. Görürsünüz? Burada biraz önceki çəkmişdim mülahizələri analiz edəndə. Görürsünüz, əlaqəsiz 2 dənə qraf olmuş oldu. Deyək ki, bu CD olmasın burada. Deyir ki, deyir ki, əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Demək, C deyil. Bu da olacaq A variantı. 21-i yazdıq, 22-yə keçək. 22 sualına cədvəl quraq. Cədvəl qursaq daha yaxşı olar. Yəni, cədvəl qurmadan da yaza bilər. Sadəcə daha səliqəli olsun deyə cədvəl çəkəcəm. İndi başlayaq. Deyək ki, 1, 3, 5 və 10 kiloqramlıq qablarda gavalı, albalı, çiyələk və əncir mürəbbələri saxlanılır. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Buna diqqət etmək lazımdır. İkisi yəni dolabda olacaq. İkisi dolabda, ikisi stolun üstündədir. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil, çiyələk mürəbbəsi 3 kiloqramlıq. Yaxşı, bunu hələ ki çəkək. Bunu çəkək, sonra baxarıq. Demək, neçə dənədir? Gavalı, albalı, çiyələk. Yazaq bunu. Demək, gavalı, albalı, sonra çiyələk və əncir. Sonra nə deyir? Demək, 1, 3, 5, 10. 1, 3, 5, 10. Eyni zamanda ki, dolabda və stolun üstündə. Onun üçün də dəndə çəkək. Demək, 1, 3, 5, 10 bir dolabdadır, bir də stolun üstündədir. İndi baxaq, deyir ki, məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Demək, albalı dolabda deyil. Dolaba minus qoyacağım. Çünki deyir ki, dolabda deyil. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Demək, çiyələk mürəbbəsi 3 kiloqram deyil. 3 kiloqram deyil, eyni zamanda dolabdadır. Çünki niyə? Deyir ki, albalı mürəbbəsi dolabda deyil. O zaman albalı da 3 kiloqram deyil. Çünki axı dolabda olan 3 kiloqramdır. Buna da minus yazacağım. Və çiyələk də dolabdadır. Sonra əncir mürəbbəsi ən böyük qabdadır. Əgər əncir mürəbbəsi ən böyük qabdadırsa, demək ən böyükdə 10 kiloqramlıqdır. Bir dəqiqə əncir gavalı yazıq. Ənciri deyil. Demək bu 10 yaz. Ona plus yazacağım. Çünki ən böyük qab burada 10 kiloqramlıq olan qabdır. Düzdürmü? Demək 3 kiloqramlıq deyil. 3 kiloqrama nə düşdü? Gavalı düşdü. Demək gavalı 3 kiloqramlıqdır. Və deyir ki, ən kiçik qab stolun üstündədir. Ən kiçik qab da stolun üstündədirsə, gavalı mürəbbəsi hansı qabda və 3 kilo və harada yerləşir? Artıq biz tapmışıq ki, 3 kiloqramlıq gavalıdır. Demək, eyni zamanda o axı yazılıb ki, çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanında qoyulubdur. Demək, 3 kiloqramlıq gavalıdırsa, o da çiyələyin yanında dolabdadırsa, demək dolabdadır. Buna da plus qoyduq. Gavalı 3 kiloqramlıq qabda dolabdadır. A variantı olmuş olacaq. Sonra növbəti sualımıza baxaq. Yeni üçün sualımıza baxaq. Nə deyir burada? Turist A məntəqəsindən demək birbaşa C, oradan birbaşa D məntəqəsinə getmişdir. Növbəti gün o D məntəqəsindən birbaşa B, oradan da birbaşa F məntəqəsinə getmişdir. F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsindən B və C məntəqələrinə də birbaşa yol var. Bu sxema uyğun olaraq turist F məntəqəsindən A məntəqəsinə neçə yolla qayıda bilər? Baxaq birbaşa olan yolları. A məntəqəsindən birbaşa C-yə gedibdir. Oradan birbaşa D-yə gedibdir. Demək, C-dən D-yə birbaşa yol var. D məntəqəsindən birbaşa
Demək B-yə gedibdir. B-yə gedibdir. Oradan da birbaşa deyək ki, F-ə gedibdir. F məntəqəsinə getmişdir. F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsi, deyək ki, Y-ni də buradan çəkək. Y məntəqəsindən B və C-yə birbaşa yol var. Demək, B-yə bir dənə yol gedəcəm, bir dənə də C-yə bir dənə yol gedəcəm. Düzdürmü? Bu şəkildə. Və deyir ki, bu sxemə uyğun olaraq turist F məntəqəsindən A məntəqəsinə neçə yola getməlidir? Qayıda bilər daha doğrusu. Neçə yolla qayıda bilər? Demək, F-dən hara gəlməliyik? A-ya gəlməliyik. Baxaq, birinci, F-dən gedər Y-yə, Y-dən gedər C-yə, C-dən gedər A-ya. Bir dənə yol bu. Sonra F-dən gedər B-yə, B-dən D-yə, D-dən C-yə, C-dən A-ya. F-dən gedər B-yə, B-dən D-yə, D-dən C-yə, C-dən də A-ya. Sonra növbəti necə gedə bilər? F-dən gedər demək Y-yə, F-dən gedər Y-yə, Y-dən gedər B-yə, B-dən gedər demək D-yə, demək D-dən də gedər C-yə, düzdürmü? C-dən də yenidən gedər A-ya. 3 dənə yol bu. Sonra necə gedə bilər? Demək F-dən yenidən gedər, bircə dəqiqə, F-dən Y-yə gedər, sonra F-dən B-yə, D-yə, C-yə getdi. F-dən demək B-yə gedər. B-dən yenidən D-yə, D-dən C-ni dedik. F-dən B-yə gedər. Düzdürmü? B-dən bax F-dən dördüncü yol. F-dən gedər B-yə, B-dən yenidən gedər Y-yə, Y-dən yenidən gedər C-yə, C-dən də yenidən gedər A-ya. Bu şəkildə gedə bilər. Baxaq, F-Y-C-A, F-B-D-C-A, F-Y-B-D-C-A, F-B-Y-C-A. 4 dənə yolla gedə bilər. Başqa yol var? Yox. 4 dənə belə yolla gedə biləcək. Da belə. Sonra növbəti suala baxaq. İndi burada nə deyir? Deyir ki, qrafda A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Biraz öncəki kimi ağaçdan da yazmaq olar, amma bu o qədər də mürəkkəb deyil. Baxaq, belə yaza bilirik. A-dan elə N-ə baxıram ki, birbaşa yol var. A-dan N-ə gedə bilər. Yolların biri bu. İkincisi, A-dan gedər, demək, D-yə, düzdürmü? A-dan gedər D-yə, D-dən gedər B-yə, B-dən gedər N-ə. Demək, A-dan gedər D-yə, D-dən B-yə, B-dən N-ə gedər. Sonra üçüncü yola baxaq. A-dan bunu qeyd elədik. A-dan elə gedər B-yə, B-dən də birbaşa N-ə də gedə bilər. A-dan B-yə gedər, B-dən də N-ə gedər. Üçüncü yolda bu A-dan B-yə, B-dən də N-ə gedər. Bunu da qeyd elədik. Sonra necə gedə bilər? A-dan A-ni yazdıq, A-B-ni yazdıq, A-D-B-in gedə bilər. Sonra A-dan necə gedə bilər? A-dan belə də gedə bilər. A-dan gedər D-yə, D-dən gedər B-yə, sonra daha doğrusu A-dan D-yə gedər, D-dən B-yə yox, bu yolu yazmışıq, belə gedə bilər. A-dan D-yə gedər, D-dən C-yə gedər, C-dən B-yə gedər, B-dən N-ə gedər. Hə, belə də olar. Demək, A-dan gedər D-yə, D-dən C-yə, C-dən B-yə, B-dən də N-ə gedər. 4 dənə yolla getmiş olar. Ya belə yazarsınız, ya da ki, A-dan başlayıb D-də bitməlidir. Ağaçla da yaza bilərsiniz. Bayaq kimi o yolla yazmışdım deyə bunu belə yaz. 4 dənə yol olmuş olacaq. 4. Demək, sonra indi 25-ci sualımıza baxaq. Deyir ki, Səlimə, Səməd, Elnur və Elmi Bakı Dövlət Universitetində 1, 2, 3 və 4-cü, 1-ci, 2-ci, 3-cü və 4-cü kurslarda təhsil alırlar. Məlumdur ki, Səməd təhsilin ilk ilində, Elnur isə son ilində deyil. Elmin universitetdə Elnur artıq 3 ildir ki, tanıyır. Səlimə neçənci kursda təhsil alır. Bunun üçün ağac qurmayacağım. Biraz bu, yəni sadədir, o qədər mürəkkəb deyil. Ağac demək, cədvəl qurmayacağım. Demək deyir ki, məlumdur ki, Səməd təhsilinin ilk ilində, Elnur son ildə deyil. Demək, Səməd birinci kursda deyil, birinci kursda deyil. Bunun üzərinə xətt çəkdim. Və Elnur da 4-cü kursda deyil. Bunun üzərinə xətt çəkdim. Yəni 4-də deyil. Elmir universitetdə Elnuru artıq 3 ildir ki, tanıyır. Demək, bu Elnur 3 ildir ki, universitetdədir. Elmir də artıq onu 3 ildir tanıyırsa, demək, Elmir
Dördüncü kursdadır. Dördüncü kursda Elmir'dir. Ve Elnur'dur daha doğrusu. Elmir dedim. Üzülü sayın. Elmir yok, Elnur. Çünkü deyir ki, Elmir. Elmir. Çünkü Elmir Üniversitede Elnur'u artıq 3 ildir ki tanıyır. 3 ildir ki tanıyırsa demək Elnur da 3-cü kursda. Elnur da 3-cü kursdadır. Nəyə görə? Bura diqqət edirik. Elmir Üniversitede Elnur'u artıq 3 ildir tanıyırsa, demək Elnur bu üniversitede 3 ildir var. Demək bu 3 ildir 3-cü kursda artıq oxuyur. Elmir də onu artıq 3 ildir tanıyırsa, Elmir demək 4-cü kursdur. Bunu buradan qeyd elədik. Sonra dördüncü kursdur və Səməd də təhsilinin ilk ilində deyilsə, demək Səməd ikinci kursdadır. Səməd ikinci kursdadır. İkinci. Bir dənə birinci kurs qalır, o da Səlim. Demək Səlimə də birinci kursda. Belə. Elnurla Elmir biraz adlar oxşardı. Yəni bu şəkildə olmuş olacaq. İndi bizdən deyir ki, Səlimə neçənci kursda təhsil almış? Birinci kursda təhsil almış olacaq. Birinci. Bu da 25-ci sualımızın cavabı. Sonra çəki matrisinə görə yönəldilmiş qrafın A təpəsindən D təpəsinə gedən ən qısa yolu tapın. A-dan demək D-yə gəlməliyik. Baxırıq ki, necə gəlir? A-dan D-yə gəlmək üçün D-yə gələn ən qısa yollar hardan gəlibdir? Baxıram, bir Y-dən gəlib, baxaq, bir də B-dən gəlibdir. Demək, qısa ilə həmişə bu belədir, yox. Yəni, ən qısaya baxıram, sonra baxıram ki, yox, alınmasa digər yollarda hər ehtimala qarşı yoxlayaq. Demək, baxıram, D-yə gələn ən qısa yol Y-dən gəlibdir, düzdürmü? Və aynı anda Y arasında demək, nə olmuş olacaq? A, Y, D. 11 olmuş olacaq. Bura 11'dir, burada 4'dür. Olmuş olacaq 15. Məsəl üçün, deyək ki, 4 ilə yox, 5 ilə yoxlasaq. 5 ilə yoxlasaq, hardan gəldi B-yə? Aynı anda B arasında 12, 5 olmuş olacaq. Bu artıq olacaq 17. Amma 17'dən də kiçik 15 var axı. Demək olacaq A, Y, D. Ən qısa yolun müəyyən edəndə orada olacaq 15. 26-cı sualımızın cavabı. 27-ci suala baxaq. Statistik model, dinamik model. Kimyəvi birləşmənin formulu dəyişmir. Yəni, burada olacaq statistik model A. Video çəkiliş edən pilotsuz uçan aparat. Yəni, pilotsuz uçan aparat nəyin modelidir? Onu tam təyin edə bilmirik. Boruda təzyiqin dəyişməsini hesablayan proqram, parametrlər dəyişir, bu dinamikdir. Gün ərzində nisbi rütubətin dəyişkənliyini ifadə edən qrafik, burada da parametrlər dəyişir, bu da olacaq D. Kitabın mündəricatı dəyişmir, bu da olacaq Y. Demək, 1-ə A, Y, 2-yə də C, D uyğun olmuş olacaq. Sonra, indi deyir ki, burada çəkili qrafda bütün dövrələri müəyyən edərək uzunluqları ilə birlikdə ifadə edin. Demək, bunu gerək ki, biz çəkək. Yəni, baxaq. Baxın, burada əslində baxsaq, burada bir dənə neçə dənə üçbucaq var? Bax, A, B, C, A. Bir dənə bu. Yaxşı, bunu yazaq. Ben istəyəm, burada götürəyim. Əsas burada dövrələri tapmaqdır. Uzunluqları hesablamaqdır. İndi baxaq. Baxıram ki, buradan A-dan B-yə, B-dən C-yə, C-dən A-ya. Bir dənə bu. A, B, C, A. Sonra ikinci, burada bir dənə də üçbucaq var. A'dan D'yə, D'dən C'yə, C'dən A'ya. A'dan demək D'yə, D'dən C'yə, C'dən də A'ya. Hər ki uzunluqlarını qeyd etmirəm, dövrələri tapıram. Sonra bir dənə üçbucaq D, Y, C. Üçüncü, D'dən Y'yə, Y'dən C'yə, C'dən Y'dən D'yə. Düzdürmü? Sonra bu üçbucaqları yazdım, düzdürmü? Sonra burada bir dənə baxın çərpələng yaranıbdır. A'dan B'yə, B'dən C'yə, C'dən D'yə, D'dən A'ya. A'dan B'yə, B'dən C'yə, C'dən D'yə, D'dən də A'ya. Bunu da qeyd elədik. Sonra növbəti baxaq. Buradan A'dan D'yə, D'dən Y'yə, Y'dən C'yə, C'dən A'ya. Demək, 5-ci A'dan D'yə, D'dən Y'yə, Y'dən C'yə, C'dən yenidən A'ya. A'dan D'yə, D'dən Y'yə, Y'dən C'yə, C'dən A'ya. Bunu da qeyd elədik. Sonra növbəti baxaq. Bir də bu ümumi bütövün özünü qeyd etməliyik. Demək, buradan da necə olacaq? A'dan B'yə, A'dan B'yə, sonra B'dən C'yə, A'dan B'yə, bu bütövün özü nə demək istəyirəm? A'dan B'yə, B'dən C'yə, C'dən Y'yə, Y'dən D'yə, D'dən də A'ya. Bu şəkildə getmiş olacaq. Demək, A'dan B'yə, B'dən C'yə, A'dan B'yə, B'dən C'yə, C'dən Y'yə, Y'dən D'yə, D'dən də A'ya.
Sonra bunların uzunluqları. Demək 4, 5, 11 nə qədər etmiş olacaq? Burada olacaq deyirəm. Yəni uzunluqları yazmaq asandır. Ona görə də uzunluqları yazmıram. Kənarlarını sadəcə toplayırıq. Burada 4-dür, burada 11-dir, burada 7-dir. 18, 22 bu şəkildə yazmış oluruq. Bunları artıq yazmanın əsas dövrələrin sayını tapılmağına baxdıq. Qalanı asandır. Sonra qalır. Sonra 29-cu sualımız. Yer var, buradan yazaq. Qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Hə, demək birlər varsa yollar var, onları qeyd etmək lazım. Demək A-dan hara yol var? Baxıram, A-dan bir dənə B-yə yol var. B-yə yol var. Sonra A-dan demək C-yə yol var. C-yə yol var. Sonra A-dan deyək ki, D-yə yol var. Bunu yazdım. A-dan B-yə, C-yə, D-yə. Sonra baxıram B-dən hara yol var? B-dən Y-yə yol var. Bu bir də təkrar yazın. B-dən onsuz da A-ya yol var. Y-yə yol var, F-ə yol var. Demək B-dən yazaq. Y-yə yol var. Bir dənə belə. Bunu buradan sileyim. Bunu buradan yazdım. Demək bunu B yazaq. B-dən də hara yol var? Dedik ki B-dən Y-yə yol var. B-dən Y-yə yol var. Sonra bir də demək F-ə yol var. Bir dənə də F-ə yol çəkək. F-ə. Düzdürmü? Sonra C-dən baxaq. C-dən A-ya yol var. C-dən Y-yə yol var. C-dən Y-yə yol var. Bir dənə belə çəkəcəyik. Sonra demək C-dən yenə eyni ilə F-ə yol var. C-dən bir dənə də eyni ilə F-ə yol var. Belə bir çəkmiş olacaq. İndi tam mən xətlər düz getmir. Yəni təxmini belə çəkilir. Sonra bunu da qeyd elədik. D-dən Y-yə yol var. D-dən yenidən Y-yə yol var. Bir dənə belə. Sonra D-dən bir də F-ə yol var. Bir dənə də F-ə belə bir yol var. Bunu da qeyd elədik. Sonra baxırıq. Bunu da yazdıq. Y-dən B-yə yol var. Bu heç. Y-dən C-yə yol var. Bu da qeyd oldu. Y-dən D-yə yol var. Bu da getdi. Sonra F-dən eyni ilə B-yə yol var. Bu da qeyd etmişik. C-yə də yol var. Bu bir dəfə yazmışıqsa tərsinə eyni də, yəni. F-dən yenə D-yə yol. Bu da qeyd olunubdur. G-dən bir dənə də G təpəsi var. Görürüz, hamısı sıfırdır. Heç nə yoxdur. Demək bu G-də nədir bir yalqız təpədir. Bu şəkildə belə bir qraf almış olacaq. Sonra 30-cu sualımıza baxaq. 30-dan da inşallah yekunlaşdırırıq. Deyir ki, A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə gedən bütün müxtəlif yolları ağac informasiya modeli vasitəsilə göstərin. Biraz öncəki yazdım, A-dan Y-yə gedirdi, ağacla yazdıq, 6 dənə yol tapdıq. Eynilə buradakı qayda ilə də onu yazmış olacaq. Yenə, baxıram birinci A-dan, mən hardan hara gəlməliyəm? A-dan D-yə gəlməliyəm. Bunu özüm üçün qeyd edirəm. Yəni, A-da başlayıb D-də bitməliyim. Demək, A-dan gəlirik D-yə. Bir dənəsi onsuz da yolun biri bu. A-dan gəlirik D-yə. A-dan gəlirik yenidən C-yə. A-dan gəlirik B-yə. Düzdürmü? Bunu burada qeyd elədik. İndi C yolu ilə gedəcəm. C-dən hara yol var? C-dən baxıram D-yə yol var. C-dən hara yol var? B-yə yol var. B-dən də yenidən D-yə yol var. Daha doğrusu B yazmalıydım. C-dən hara yol oldu? C-dən də baxıram B-yə yol var. Düzdürmü? B-dən də yenidən D-yə yol var. Çünki mən AD yolunu axtarıram axı. Bunu qeyd elədik. Sonra B-yə gedirəm. B-dən hara yol var? A-nı təkrar yaza bilmərik. Təpə təkrarı ola bilər. B-dən yenidən baxıram ki, C-yə yol var. Düzdürmü? Sonra B-dən C-yə, B-dən eyni ilə D-yə yol var. Düzdür? Sonra C-dən də yenidən D-yə yol var. Neçə dənə olmuş oldu? A-dan başladı, D-də bitdi. 1, 2, 3, 4, 5. Görürsünüz, təpə təkrarda olmadı. A, D, A, C, D, A, C, B, D, A, B, C, D, A, B, D. 1, 2, 3, demək 1, 2, 3, 4, 5. Bununla da 30 sual yekunlaşdı. Növbəti inşallah sınavının izahını qeyd edərəm. Sağ olun.